Konqresmen Luna, ötürülmənin onun xahişi ilə edildiyini bildirərək, bu addımı böyük tarixi əhəmiyyətə malik olduğunu qiymətləndirib və onları araşdırdıqdan sonra dərc edəcəyinə söz verib. Bu hadisə Amerika hakimiyyətinin milli təhlükəsizlik mülahizələrini əsas gətirərək, qətllə bağlı öz arxivlərinin tam açıqlanmasını təxirə salmağa davam etdiyi bir vaxtda xüsusilə diqqətə layiqdir. Dallas şəhəri, Teksas ştatı. 22 noyabr 1963-cü il. Demokrat prezident John Kennedy, respublikaçı və ən mühafizəkar ştat hesab edilən Teksas sakinlərinin qəlbini qazanmaq məqsədi ilə seçki-qabağı təşviqat kampaniyası çərçivəsində buradaydı. Yaxşı hava şəraiti ilə əlaqədar o, zirehli avtomobildən imtina etmək və açıq limuzinlə şəhərdə gəzərək onu qarşılayan təxminən 200 min vətəndaşı salamlamaq qərarına gəldi. Saat 12:30, Elm Street. Prezident korteji yavaş-yavaş hərəkət edərkən, merin arvadı prezidentə tərəf dönərək dedi: "Cənab prezident, siz Dallasın sizi sevmədiyini deyə bilməzsiniz." Məhz bu anda atəş səsləri eşidildi. Birincisi, hədəfdən yayındı. İkincisi, prezidentin kürəyinə və boğazına dəydi. Üçüncüsü, ölümgül olanı başına yönəlmişdi. Bu dəhşətli anı təsadüfən həvəskar kamerası ilə Abraham Zapruder çəkmişdi və artıq titrəyən əlləri ilə qeyri-ixtiyari olaraq Amerikanın tarixindəki ən dəhşətli kadrı yaratmışdı. Bir saat sonra dünya bu xəbərdən sarsıldı. John Kennedy ölmüşdü. Hüquq mühafizə orqanları şübhəlini çox tez tapdılar. Rəsmi versiyaya görə, atəşlərin açıldığı Teksas məktəb kitabları anbarının 6-cı mərtəbəsində tüfəng tapıldı. Binanın əməkdaşlarından biri Lee Harvey Oswald adlı keçmiş dənizçi yoxa çıxmışdı. Məhz o, yeganə şübhəli elan edildi. 1959-1962-ci illərdə Sovet İttifaqında yaşayan Oswald günahını qətiyyətlə inkar edirdi. Lakin o heç vaxt məhkəməyə çıxmadı. 2 gün sonra onu həbsxanaya apararkən gecə klubunun sahibi Jack Ruby canlı yayımda onu güllələdi. İş sanki bağlandı, lakin suallar qaldı. Oswald belə mürəkkəb bir əməliyyatı tək başına necə həyata keçirə bilərdi? Ruby niyə onu öldürdü? Sanki şahidi aradan qaldırırdı və bütün bunlar sadəcə bir təsadüf idimi? Versiya 1. Mafiyanın qisası. Deyilənə görə Kennedy'nin prezident olmasına İtalyan mənşəli Amerika cinayətkar ailəmi ilə sıx əlaqələri olan müğənni Frank Sinatra vasitəsilə mafiya böyük dəstək vermişdi. Lakin hakimiyyətə gəldikdən sonra Kennedy, qardaşı Robert Kennedy'ni baş prokuror təyin etdi və o, mütəşəkkil cinayətkarlığa qarşı müharibəyə başladı. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, mafiya özünü xəyanətə uğradılmış hiss edib və prezidentin qətlini sifariş edib. Bəzi məlumatlara görə Oswald və Ruby Robert Kennedy'ni öldürmək variantını müzakirə ediblər, lakin Oswald daha güclü zərbə vurmağı, qardaşını öldürməyi təklif edib. Bu versiyaya görə Ruby Oswald'ı öldürməklə sadəcə izləri silirdi. 5 il sonra 1968-ci ildə yenə də prezident seçki kampaniyası zamanı Robert Kennedy də öldürüldü. Minlərlə araşdırma göstərir ki, Kennedy'ni mütəşəkkil cinayətkarlığı sıxışdırdığına görə cəzalandırmaq üçün sui-qəsdi New Orleans mafiyasının xaç atası Carlos Marcello Kennedy onu ölkədən sürgün etmişdi. Florida mafiyasının xaç atası Santos Traficante və Chicago mafiyasının donu Sam Giancana planlaşdırıb. Şübhələri daha dərinləşdirən məqam odur ki, federal müstəntiqlər onların versiyasını nəzərdən qaçırıblar. Versiya 2. Daxildən sui-qəsd. New Orleans prokuroru Jim Harrison rəsmi versiyaya açıq şəkildə etiraz edən ilk məmur oldu. O iddia edirdi ki, Kennedy'ni bir nəfər yox, Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri və Kubalı mühacirlərin daxil olduğu bir qruplaşma öldürüb. Harrisona görə Kennedy Amerika qoşunlarını Vyetnamdan çıxarmaq və SSR ilə münasibətləri normallaşdırmaq niyyətində idi ki, bu şahinlərin, yəni hərbi sənaye kompleksinin və kəşfiyyatın nüfuzlu nümayəndələrinin xoşuna gəlmirdi. Harrison həmçinin məhcubi güllə nəzəriyyəsini şübhə altına alırdı ki, bu güllənin Kennedy'ni vurduqdan sonra onun qarşısında oturan qubernatoru da yaralaya biləcəyini iddia edirdi. O, atəşlərin müxtəlif tərəflərdən açıldığını, yəni bir neçə snayperin olduğunu iddia edərək və dəlillər təqdim edirdi. Digər versiyalar. İrəli sürülən versiyalar arasında Karib krizisini səbəb olan və ABŞ-la SSR-ni hərbi toqquşma həddinə çatdıran Kuba izi də var idi. Ən çox müzakirə edilənlər isə kulminasiya nöqtəsinə çatan soyuq harbi və Harvey Oswald'ın SSR-də illərlə yaşamasını nəzərə alaraq Sovet İttifaqı və KGB-nin izi idi. Bəlkə də məhz bu izlərə işıq salmaq üçün Rusiya öz arxivlərini açır. Dünya, Sovet sənədlərinin Sovet KGB-dən şübhələri neytrallaşdıracaq dəlilləri ehtiyab edib etmədiyini gözləyir. Xüsusilə də Kennedy özü də Sovet imperiyası ilə əks sistemlərin dinc yana yaşaması formulasını axtarırdı. Bütün bunlarla bərabər əsrin qətli
hesab edilən bu cinayət heç vaxt sırf Amerika hadisəsi və ya tragediyası olmayıb. Bu, açarı 10 illiklərlə bəlkə də Lubyanka zirzəmilərində və ya hətta Kremlin divarları arasında saxlanmış dünya miqyaslı bir sirdir.